Herkese salam, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte 9. sınıf Dim test topluluğunun 6. dinlemesinin detallı izahına birlikte bakacağız. İlk növbədə dinləmə mətninin detallı tərcüməsinə baxaq. Maldiv Respublikası Hind okeanında minlərlə adadan ibarət olan bir ölkədir. Bunların yalnız bir neçəsi məskunlaşıb. Ölkə bir Hind şahzadəsi tərəfindən təsis olunub. O, krallıq tərəfindən adanı idarə etmək üçün cəza olaraqdan göndərilmişdi. Maldiv Asiyanın ən kiçik ölkəsidir və gözəl çimərlikləri ilə turistlərin diqqətini çəkir. Maldiv çimərliklərinin qumu ağdır. Bu tip qum nadirdir və dünyadakı çimərliklərin yalnız 5%-ni örtür. Maldiv bayrağının rəngləri qırmızı və yaşıl, ortasında isə yarım ay vardır. Qırmızı rəng ölkəni qoruyarkən həyatını itirən insanları göstərir. Yaşıl rəng isə sülhü və inkişafı, yarım ay isə İslamı simvolizə edir. Maldiv adaları kiçik və bir-birindən uzaqdadır. Bu da ölkəni ziyarət üçün ən təhlükəsiz yeridir. Gəlin suallara detallı şəkildə baxaq. Birinci sualımızda mətnin nə haqqında olduğu soruşulur. Doğru cavabımız B variantı, ada ölkəsi. İkinci sualımızda sualın cavabını tapmaq tələb olunur. Hindistan kralı şəhzadəni niyə adalara göndərmişdi? Doğru cavabımız A variantı. Hindistan kralı şəhzadəni cəzalandırmaq istəyirdi. Üçüncü sualımızda verilmiş cümlənin ardının tamamlanması tələb olunur. Maldiv adaları ziyarət üçün ən təhlükəsiz yerdir. Çünki adalar Doğru cavabımız A variantı. Böyük değil ve birbirinden ayrıdır. Dördüncü sualımızın birinci hissəsində qeyd olunur. Maldiv Respublikası Asiyanın ən böyük ölkəsidir. Əksi olaraqdan ən kiçik ölkəsi olduğu qeyd olunmuşdur. Ölkə maraqlı ənənələrinə görə turistləri cəlb edir. Maraqlı ənənələrinə görə yox, maraqlı çimərliklərinə görə diqqətləri cəlb olunduğu qeyd olunur. Bu səbəbdən yanlışdır. Maldivlərin ağ qumu dünyada nadirdir. Həqiqətən də nadir olduğu qeyd olunub. Maldiv Respublikası minlərlə adadan ibarətdir. Birinci cümləmizdə qeyd olunub. Bu da doğrudur. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, şərh yazaraqdan kanala abunə olmağı unutmayın. Dərslərimizlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.